Müjdəli xəbər. Azərbaycan vətəndaşları Türkiyədə pulsuz müalicə ala biləcəklər. Türkiyədə səhhət sığortası alan bir vətəndaşın polisini Azərbaycan xəstəxanaları rəqəmsal şəkildə tanıya biləcək. Bunu reportaj açıqlamasında Türkiyə Sığorta Birliyinin baş katibi Özgür Obalı bildirib. Bu halda həmin şəxs sanki Azərbaycanda sığortalı imiş kimi tibbi xidmət ala biləcək. Azərbaycan vətəndaşı da Türkiyəyə getdikdə eyni imkandan yararlanacaq. Hazırda əcnəbi vətəndaş qəza zamanı xərcləri əvvəlcə cibindən ödəyir, yalnız ölkəsinə qayıtdıqdan sonra sənədləri təqdim etməklə kompensasiya ala bilir. Yeni yanaşma isə vətəndaşa dərhal xidmət göstərilməsini təmin edəcək, deyə Özgür Obalı vurğulayıb. Onun sözlərinə görə inteqrasiyanın həyata keçirilməsi üçün iki əsas addım vacibdir. Birincisi məlumat mübadiləsi, ikincisi isə tənzimləyici orqanlar arasında harmonizasiya. Bu şərtlər yerinə yetirildiyi halda vətəndaş məmnuniyyəti əhəmiyyətli dərəcədə artacaq. Artıq bir ilə yaxındır Azərbaycan ilə Türkiyə arasında dövlət portallarının inteqrasiyası istiqamətində işlər aparılır. Bu proses sənəd dövriyyəsindən tutmuş, vətəndaşların şəxsiyyət vəsiqəsi ilə dövlət xidmətlərinə istifadəsinə qədər bir çox sahəni əhatə edir. Nəticədə Azərbaycan vətəndaşları Türkiyədə, Türkiyə vətəndaşları isə Azərbaycanda dövlət xidmətlərindən daha rahat istifadə edə biləcəklər.